Salam. Bugünkü dərsimizdə bir HP anakart var. Platformasını göstərim. Goya Balen 1.0 DDR3 125 54 orta xətt 3 48.4 ST 10.031 platformamız Vistron platformasıdır. Anakartta problem nedir? Anakarttaki problem yüksək hərarətdir. Yəni avtomatik işə düşdüyü zaman mikroprosesor və GPU-da olan istilik 75-80 arası dəyişir. Bu modellərdə ekran kartımız Nvidia GeForce GT 635M ve Core i7 mikroprosesordur. Ekran kartımız Nvidia ekran kartıdır. Qeyd edim ki, bəzi modellerde ekran kartı sıradan çıxdığı zaman, yəni görüntü normal qaydada var, sadəcə temperatur maksimum yüksək həddə çatır. Bu çox var çipin ayaqlarındakı lehimlərdən qaynaqlanır. Yəni orada çatlar olur və artıq görüntü normal qaydadadır, driverdə problem olmur, sadəcə yüksək istilik olur və yüksək istilik o zaman əsasən də istilik mikroprosesorda cəmləşir. Görürsünüz ki, əsas soyucu bordlar eyni mərkəzə toplandığı üçün, yəni əsasən göstərir ki, yüksək həddə olan mikroprosesordur. Mən bu modeli UMA rejiminə çevirdim və nəticədə gördüm ki, mikroprosesor deyil, ekran kartının təsiri nəticəsində mikroprosesoruna həddindən artıq isinir. Yəni Nvidia ekran kartını bağladıktan sonra mikroprosesorumuz normal qaydada işləyir. Yəni temperaturu daha doğrusu normal qaydada göstərir. Modeli ilk öncə buradakı soyutma sistemini açım mən. Standart olaraq 2 ədəd ekran kartımıza təmin edən voltajları kəsirəm və ayaqlarında gördüyünüz kimi izolyasiya etmişəm. İkinci dəyişiklik isə bir ədəd rezistoru dəyişməkdir. Kameramız fokuslasın. Gördüyünüz kimi buradakı tam belə göstərim. 200 R2231'i gördüğünüz gibi 2231'i çıxardırıq, qoyuruq 2230'un yerinə. Baxın, gördüyünüz kimi burada mən lehimləmişəm artıq, belə ki, artıq UMA rejimi çevirmişəm. Burada gördüyünüz kimi sıralamada, burada sıralama da normal qayda göstərir. R2231, daha sonra RN 2102, daha sonra R22 18'dir ya da 16'da tam yaxşı səsi düşmək. Belə 22 31 gördüyünüz kimi daha doğrusu bir dəqiqə. Burada gözü RN budur. Yəni grup resistor deyilir. Üstündəki R2231'dir. Burası R31'dir. Burası R22 18 ya da 16'dır. Səhv eləmirəmsə. Burada görürsünüz ki, bu rezistor R22 16'dır. Üstdəki RN2102 grup rezistordur. 2231 tam üstündədir. 2230 isə burada. Əslində standart olaraq boş olur. Mən bu rezistoru çıxardıb bura lehimləmişəm. Təbii ki, bu dəyişiklik daim haşim chipsetin yanında olur. Əsasən bildiyiniz kimi görüntü siqnalları əsasən haşim chipsetin GPU bloku müəyyənləşdirir. Bir isə platamızı yığım və sizə göstərim.
UMA rejimdə işləməyi və temperaturda bilikdə baxaq. Gördüyünüz kimi artıq ekran kartımız mikroprosesor daxilində olan inteqrasiya olunmuş, daha doğrusu Intel HD 4000 grafikidir. İndi isə temperaturumuza baxaq. Artıq gördüyünüz kimi mikroprosesorumuzdur. Bunların nüvələrdə daha bu PCIe isə belə chipset, Intel chipsetin istiliyidir. Bu sərt diskimizin istiliyini göstərir. Burada mikroprosesorumuzun voltajını göstərir. Burada güc, nə qədər güc belə israf etdiyini göstərir. Əsasən bizim üçün lazım olan bölmə gördüyünüz kimi temperaturlar 44-45, 40-45 arası belə deyək, normal qaydada çalışır. Belə mən sxemdə də sizə hansı rezistoru dəyişdiyimi göstərim. Yəni birbaşa sxemə baxaraq və oradan rahat deyək anakartımızı UMA rejiminə çevirə bilərik. Anakartımızın sxemidir. Vistron sxemimizdir. Mən burada nəyi dəyişdim? Ctrl F verərək axtarış verim. Deməli R2230. Gördüyünüz kimi bura GPO 69 bölməsidir, discrete bölməsidir. Burada gördüyünüz kimi ekran kartlarının ölçüsü haqqında və UMA, Nvidia haqqında məlumat verir. Burada gördüyünüz board ID nömrələridir. Bizimki bizə aid olan 69.0'dır. Burada da gördüyünüz kimi bu hissədə siqnallardır. Yəni bu rezistorların yerini dəyişərək biz siqnalı digər, yəni standart ekran kartına, Intel HD ekran kartına çevirə bilirik. Yəni digər dərslərimdə göstərmişdim, çoxu eyni prinsiplə çalışır. Yəni eyni formada olur. Yəni HP-lərdə daha sadədir. Qeyd edim ki, sadəcə bir-iki rezistor dəyişməklə UMA rejiminə çevirmək mümkündür. Bir də burada bir dəqiqə ekran kartına gedən voltajı kəsməyə bir dəqiqə onu da tapın. Gördüyünüz kimi bura bizim Vega Core bölməsidir. Core voltajdır və burada da gördüyünüz kimi 2 ədəd drosselimiz var. Birinci droselimiz PL9201 və daha sonra ikinci droselimiz də PL9202 drosselimizdir. Yəni buradakı drossellərdə ayırırıq ki, ekran kartına gedən siqnalı tamamilə bağlasın. Belə bugünkü dərsimizdə bu qədər. İnşallah ümid edirəm ki, bu dərsimiz sizin üçün yararlı olacaqdır. İnşallah növbəti dərsimizdə görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.